Salam dostlar, herkese salam. Ben Reyim. Bugün özümün yarattığı terör videosunu açıklayacağım. Bu teori değişti ama şimdi oyuna gidelim. Şimdi başlayalım. Dostlar, öyle bir ne diyeceğim? Sizi qəribə gələ bilər, amma mən məntiqli gəldi. İndi danışacağım. Oyuna girək. Tamamladı. Dostlar, demək istədiyim şey, indi bu anomali deyirlər, bax canavar yaranır, gəlir bizə hücum edir. Onlar bir teori var ki, onun Doktor Halov bu bizə gəlib həkim var, o yaradır. Mənim teorim budur ki, bu Doktor Halovun yaratdığı şeyləri araşdıran bir dənə şirkət var. Niyə? İndi görərsiniz. Dostlar, bak muhasebeden Ron var ya, muhasebeden Ron. Gəlir, qəribə şeylər danışır da, elə. Mənə görə o xəstədir. O sadəcə buranı araşdırma gəlir. Mənə görə nədir? Bir şirkətdir. Şirkətdə buranı araşdırır. Ona görə də məncə Ron bir xəstə deyil. O araşdırıcıdır yəni. Yəni dedektiv kimi də. Bu gizli ajan da onun kimi ola bilər. Çünki gizli ajan nədir? Göndərişən bir şey araşdırır. Ya da Xozu 007'ye baxanlar bilir. Orada qız qaçırtmışlar, onu dalayacağım belə getmişdilər. Yəni bir də Riz də elə ola bilər. Məsələn, Riz deyir ki, bir də şirkətin adı yadımdan çıxdı. Riz gəlir, belə fotoğraf istəyir, belə deyir ki, falan adam gələndə şəklini çəkərsən. O adamda məsələn 3 dənə adam var. Biri Ron, muhasebeden Ron. Biri gizli ajan, biri də Liz, mənə görə. Çünki şeydir. Ron gəlir, burada xəstə kimi özünü aparır. Əslində dedektiv deyir ki, necə olur, elə olur, dedektiv kimi mənə görə. Gizli ajan da yəni itənlərin axtarır. Məsələn, Ron'a kömək edir də, onun görünməsini icazə vermək üçün. Liz də bundan şəklini çəkir ki, xəbərə yayılsın, hamı başa düşə bilsin. Elə bir xəbər yaradılmış eləyə bilər. Yəni bir şey. Hətta bunlarla bu oyun sizə girən kimi verir stajyer. O da bunlarla əlaqəli ola bilər. Çünki bəzi adamlar deyir ki, stajyer Doktor Halov üzərində, o da bir anomalidir. Doktor Halov onu tam anomaliyə çevirəməyib qalsın. Yəni belə bir şey ola bilər. Yine siz ne yazırsınız bilmirəm. Yəni elə olmuş ola bilər də dostlar. Yəni bu çox qəribə haradır yəni özü. Nəsə deyib oynayanlar bilər. Bir müddət sonra gəlir deyir ki, burada deneylər edirlər. Bir şey hastalar, onlar effekt olmuş. Elə bir söz deyir. Yəni o hardan bilər yəni onu. Mənə görə yəni elə olmalıdır. Çünki qulağa məntiqli gəlir də dostlar. Siz nə düşünürsünüz bilmirəm amma. Bir də Doktor Halov gedir indi o asılmışdı o otağa. O otaqda nə bilmirik. Bir arada bu təzə güncəlləmədə gələn adamlar var ya, onlar gəlir ona qutu verir. O nə qutudur bilmir. Deyilənlərə görə hamı çox adam deyir ki, orada iynə var və heyvanları anomaliyə çevrilir. Nə bilim, nəsə edir. Yəni elə şeylər sizin də qarşınıza çıxmış olar. Mən də bir teori yaratdım. Ben Howard. Mənə görə dostlar, bu bir şirkətdir. Bu Doktor Halov işidir. Bu anomalilərə görə bir narahat olur ki, bu anomali nereden gəlib, nə edib. Belə bir şirkətdir.
Ana şəklinə baxmadıq amma heç nə olmaz. Hə, o şirkətdə bir 3-4 dənə adam göndərir ki, burayla maraqlansın. Onlardan biri Rondur, dedektivlik, Ron ki, özünü xəstə kimi aparır. Bir də gizli ajandır. Gizli ajan o da elə onun kimi dedektivlik eləyir. Onu qoruyur, itənləri axtarır. Yəni hərəsi bir fərqli işdə məşğul olur. Liz də gəlir, şəkilləri çəkir. Yəni isbat olsun deyə də. Yəni buradan demək istədiyim, Ron dedektivlik işini görür, gizli ajan sınıfı var, 5000 Robux olan. Hamıda 800 Robux adam var, niyəsə məndə 500 Robuxdadır. Onu bilmədim. Hər nəsə. Yəni gizli ajan isə itənləri axtarır. Bu Hozu 007-də 007-də kimi də məsələn orada qız qaçırtmışlar, onu axtarırdılar. Onun kimi insanları itən insanları axtarırlar. Sən get. Bizdə bunların xəbər verəndə deyir, isbatçısı. Məsələn, isbat etmək üçün şəkil lazımdır. Ona görə də Lizi göndərirlər. Bəlkə də indiyə qədər Doktor Hollow'un əlindən qaça bilmiş tək insan stajyerdir, amma o da bir problem var. Bu təzə güncələmə gələndə ceza oyuna baxanlar bilər. Birinci orada danışırlar, gölgələr göstərir, ceza oyuna başlayanda, təzə güncələmə deyəndə. Orada danışırlar, orada gizli ajanın olması şeydir də normaldır, çünki araşdırırdı yəni. O mənada məntiqli ola bilər gizli ajanın orada olması. Amma stajyer niyə oradadır? Bəlkə stajyer Doktor Hollow'un əlindən qaçır və özünü dəyişdirib, heç kəs tanımasın deyə özünü dəyişdirib. Stajyerin əlaqəsi yoxdur. Prosta mən bu aralara gördüm. Bəzi teorilərdə elə vardır ki, Doktor Hollow onu bəlkə Doktor Hollow onun bəlkə stajyer xatırlamır. Doktor Hollow onu nəsə eləyib, o da xatırlamır heç nəyə. Yəni çox şey xatırlamır. Bəzən xatırlayır, bəzən xatırlamır. Dostlar, bir də sizi xahiş edirəm, abunə olub like atmağı unutmayın. Yəni dostlar, sizin nə fikirləriniz varsa yorumlara yaza bilərsiniz. Mənə görə bu məntiqlidir. Yəni gələcəkdə elə bir şey eləsələr, məsələn, desələr ki, belədir, mənim dediklərim eləsə, heç şaşırmam, çünki mənə məntiqli gəlir. Sizə bilmirəm, amma mənə məntiqli gəlir. Amma o şirkətin müdürü də görəsən kimdir, onu bilmirik. Bəlkə gələcək güncəlləmələrdə onu da görə bilərik. Bu video çok kısa olacak çünkü teorim çok kısa bir teoriydi de, yani ilk teorimdi ama aslında çoğu teori uyduruyorum. Yani burası yani o teorilerimi de indi bu kanal təzə açmışam da, ona göre o teoriler köhnədə qaldı, yani çok əvvəllər fikirləşdiyim bir teoridir. İndi yadımda qalmaz. Amma neyse bilmirəm, amma bu Doktor Hollow'dan çox şübhələnir. Mən də eyni. Çünki yəni çox özünü qəribə aparır. Gedir otağına, arada bir çıxır.
O da həkimdirsə gəlsin burada işləsin də. Niyə İmən öz otağına gedir? Yəni orada neyinir? Bakalım şöyle ne alabiliriz? 135'e bunu alabiliriz, 100'e bunu alabiliriz, 190. Bunu alabiliriz. Yani dostlar, böyle şeyler çok ne bileyim, ben dediğim məntiqli gəlir. Yəni elə ola bilər də bax. Doktor Halov özünü çox qəribə aparır. Özü də stajyer məncə yarı anomali deyirlər ki, yarı anomali Doktor Halov əlindən qaçır. Mən də ondan inciyəcək ki, bütün sınıfların yüzləri belə normaldır da bax. Məsələn, bunun üzü kimi idi, mənim üzüm kimi idi. Amma onun bir dənə üzü gülən surat. Belə gülən surat. Çox qəribə, yəni üz var. Ona görə də hamının diqqətini çəkir. Yəni Ron Lin sızaraq gəlir. Ron özünü xəstə kimi göstərir, gəlir, araşdırırsın bu anomaliləri yazılır. Ama bu Röhtgün hikayesini isterseniz araştırarım. Bu videoya çok like ve abone gelse onu da araştırabilirim. Şeyde yapıyorum. Yani gizli ajan sınıfı var ya, o da yani özünü həkim kimi aparıb gidip yani. Şu okey. Dedim ki dostlar, kim hansısa bir durduk yeri birini araştırır, test özü də test edəcək. Yəni deyirəm ki, bunlar bir şirkətdir, şirkət göndərir bu adamlar. Salam var. Yəni onu hemen araştırmadık ya. İnşallah anomali çıkmaz. Neyse. Ron abi. Bak. Senden çok şüphelen var. Dedektifsen bilirim. Top secret. Bak. Top secret yazır. Yani bütün sırlar. Bütün genel nəticəni yığırlar. Orada mesela dəftərə yazı var. Biri araştırır. Mesela çantadan götürüb dəftərə yazır ki, belədir, bunu belə elə olmuş ola bilər. Siz də dostlar fikrinizi yaza bilərsiniz. Bayağı bir şey oldu. Şokolad, içine kofe. Dostum, yəqin var yurtarsınız. Adam çünkü burada çok diye sözümüz değil, bunlar idi. Dostlar, size de məntiqli gəldiysə abone olub like atmayı unutmayın. Yine dediğim gibi yorumlara da yazın. Bildiği şeyler varsa. Ya da dostlar, böyle çok video uzun olmaz. Burada sağollaşaq. Sağ olun. Abone olup like atmayı unutmayın. Bu teorinizde varsa öz teoriniz yorumlara yazabilirsiniz. Sonra da danışabilirim. Sağ olun.